Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bulutlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunun nisbi rütubəti isə 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şək küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti. Dağlarda gecə 1-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.